Dostlar, hər vaxtınız xeyir olsun. Bugün sizləri kamera mağazamızdan salamlayıram. İstəyirdim sizə elə bir kameralar təqdim edim ki, bir çox müştərilərimiz var, bizə müraciət edirlər. Göstərərsiniz zəhmət olmasa. Hansı ki, həmin ərazilərdə elektrik xətti yoxdur, internet xətti yoxdur. Bax, həmin ərazilər üçün sırf bu kameraları sizə bugün göstərəcəm və məlumat verəcəm. Bu kameralar deməli günəş paneli və sim kartla işləyən belə deyək də kameralardır. Deməli gördüyünüz bu günəş paneli vasitəsilə günəşdən və həmçində günəş olmayan havada belə havadan enerji alır və gün ərzində belə deyək də kameraların işlək vəziyyətdə olmasını təmin edir. Kameraları telefonla izləmək üçün isə həmin bu cihazlara mobil nömrə daxil edilir. İstənilən operatorun mobil nömrəsini daxil etmək olar. Yəni Azercell, Baxcell və NAR mobil nömrələrini daxil etmək olar. Həmin mobil nömrəyə də internet paketi yüklüyorsunuz və hər kameranın özünə məxsus proqramı vasitəsilə kamera ilə proqramı bir-birinə tanıdırıq və daha sonra qoşub təhvil veririk müştəriyə. Bu cihazlar mobil cihazlar sayıldığı üçün hər cihazın əlavə olaraq yəni satış qiymətindən əlavə olaraq 15 manat qeydiyyat, dövlət qeydiyyatı rüsumu var. Bildiyiniz kimi mobil cihazlar dövlət qeydiyyatına alınır e-mail saytı vasitəsilə. Bunlar da mobil nömrə ilə işlədiyi üçün və mobil cihaz sayıldığı üçün mütləq ölkə ərazisində bunlar qeydiyyat olunmalıdır. Əks halda cəmi 30 gün işlək olur, ondan sonra dayanır. Bu kameraların bizdə satışı mövcuddur. Həmçində usta xidmətimiz var, çatdırılmadır, quraşdırılmadır, daxili. İndi kameralar barədə sizə məlumat verim. Bu birinci kameramızdır. 2 lensi var. Zəhmət olmasa aydın göstərin biraz kənardan. Birinci lens gördüyünüz kimi stabil qalır. İkinci lens isə PTZ-dir. Bax bu PTZ olan lens 360 dərəcə sağa, sola, yuxarı, aşağı hərəkət edir. Proqram vasitəsilə bunu çevrilmək mümkündür. İstərsəniz aşağı, yuxarı əllə edə bilərsiniz. Bu birinci kameramızdır. Qiymətlər barədə dostlar rəylərdə yazarsınız ki, ətraflı məlumat verək sizə. Bu növbəti ikinci kameramızdır. Bu kamerada 2 dənə lens var və bir dənə də optik zoom olan lens var. Hansı ki 100 metrə qədər məsafəni aydın şəkildə yaxınlaşdırır. Bu kameraların ümumi bir ortaq tərəfləri də var ki, səs yazır, səs ötürür, hərəkət zamanı bildiriş göndərir, miqalkası mövcuddur və ən böyük özəlliyi isə internet olmayan ərazidə, tok xətti olmayan ərazidə rahat şəkildə işləyir. Çox münasib qiymətlərə bizdə satışdadır. Növbəti 3-cü kameranı təqdim edək. Bax, bu kamera 3 lensi var. 2 lensi stabil qalan lenslərdir. Əllə dəyişdirə bilirsiniz. Yuxarı, aşağı və sağa, sola hərəkət elətdirmək mümkündür. 3-cü lensi isə aşağıda olan PTZ olan lens isə proqram vasitəsilə yenə eyni qaydada 360 dərəcə sağa, sola dönə bilir. Bu kameranın bir dənə özəlliyi də var. Hər 3 lensində baxın dostlar, hərəkət sensoru mövcuddur. Çox gözəl gecə işıqlandırması var, səs yazır, səs ötürür. Uzaq məsafələri yaxşı çəkiliş eləyir. Keçək ən sonuncu növbəti 4-cü günəş paneli olan kameramıza. Bax, bu kamerada üstündə 2 dənə panel var. U-Box brendidir. 2 dənə lens var. Bax, bu lens stabil qalandır. Əllə gördüyünüz kimi hərəkət etdirmək mümkündür. Aşağıdakı lens isə proqram vasitəsilə və yaxud da əllə sağa, sola hərəkət elətdirir. Bax, bu lensi bizdən, bu kameranı bizdən daha doğrusu ən çox alırlar ferma olan ərazilərə. Ümumiyyətlə, bu 4 kameranın hər biri açıq sahələr üçün yararlıdır. Ancaq kim ki uzaq məsafəni izləmək istəyir, bu kamera 400 metrə qədər məsafəni yaxınlaşdırır. 99x optik zoom var. Bir dənə bunun zoom olan lensini göstərir zəhmət olmasa. Bax, bu lens düşünün ki, profesional fotoaparat lenslərinə oxşuyur. Yəni hansı ki Sony'dir, Nikon'dur və s. bu tipli profesional kameralarının lenslərinə oxşuyur. Bax, panellər gördüyünüz kimi bu Type-C vasitəsilə aparata qoşulur. Aparatın panellərin üzərində də kabellər var. Bura quraşdırılır. Bizim tərəfdən və yaxud da özünüz tərəfindən hansı əraziyə istəyirsiniz yerləşdirirsiniz. Bütün belə deyək də rayonlara, deməli şəhərdaxili ərazilərə çatdırılmamız ödənişsizdir, yaxın yerlərə. İstənilən rayona da çatdırılmamız var. Post vasitəsilə və yaxud da taksilər vasitəsilə çatdırılma edirik. Hətta Naxçıvan şəhərinə kimi kargo vasitəsilə göndərə bilirik.
Həmçinin dostlar, mağazamızda istənilən növ kameralar var. Biz sizə günəş paneli olanları təqdim etdik. Videonu zəhmət olmasa bəyənərsiniz, ətraflı öz rəylərinizi yazarsınız. Kimə hansı sual marağıdırsa yaza bilər. Bugünlük bu qədər. Sağ olun.